Dərinin bəd xassələri törəməli içərisində qeyri-melanom xarakterli, bizim non-melanom dediyimiz bəd xassəli dəri xərçəngi növləri içərisində yastı hüceyrəli dəri xərçəngi və bazal hüceyrəli dəri xərçəngi ən çox sevdiyi lokalizasiya olaraq üz və baş dərisinin tüklü hissəsini əhatə etməkdədir. Biraz çətin durumlarda və yaxud da ki, qıcıqlanmış məqamlarda uyğun olmayan müxtəlif vasitələrin istifadəsi fonunda xəstəliyin klinikası dəyişə bilir. Təbii ki, belə olan halda artıq dəri biopsiyasının alınması qaçılmazdır. Qeyd edək ki, bu cür bəd xassəli dəri xərçəngi növləri çox zaman hiss edilmədən zəif bir qızartı və ya bir qırmızı subyektiv hissiyyatı olmayan, müşahidə edilməyən bir düyüncük formasında da yarana bilir. Çox ləng sürətlə inkişaf edə bilir. Bəzi hallarda travmatizə olunan, xroniki travmatizasiyaya məruz qaldığı hallarda isə təbii ki, sürətlə də xoralaşma müşahidə oluna bilər. İstənilən kliniki variantdan, gedişatdan asılı olmayaraq bu cür uzun müddət sağalmayan yara, xüsusən də tək vahid şəkildə yaralar varsa, bunlardan mütləq qaydada dermatoloq tərəfindən müayinə olunması və diaqnozun dəqiqləşdirilməsi icraatı olunmalıdır.